Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, mən sizə keçən dəfələrdə güya Əhl-i Beyti sevdiklərini iddia edənlərin Əhl-i Beytin əziz və mübarək bəzi üzvlərinə qarşı etdikləri təhqiramiz rəvayətləri və sözləri nəql etmişdim. Bu gün də sizlərə möminlərin əmri olan igid, qoçaq, cəngavər, heç vaxt haqdan qorxmayan Əli radiyallahu anhunu təhqir eləyən digər bir sözü nəql eləyəcəm. Belə ki, deyilir ki, bu nəqildə güya İmam Əli radiyallahu anhu ayaqqabıdan da zəlil bir vəziyyətdə idi. Ayaqqabıdan da zəlil oldu. Bu yaramaz sözü nəql eləyən iftiraçı şəxsin kim olduğu bizə maraqlı deyil. Bizə maraqlı olan odur ki, bu sözü böyük şiə alimləri sanki qəbullanmış kimi öz kitablarında nəyə görə nəql etmişdirlər. Gəlin bu təhqiramiz və təhqir sözə nəzər salaq. Belə ki, İbn Əbülhədid öz şeyxinə deyir ki, mən təəccüblənirəm ki, nəyə görə İmam Əli Peyğəmbərin sallallahu aleyhi və səlləm vəfatından sonra o qədər uzun müddət sağ qaldı. Amma onu qətl etmədilər, ona qarşı sui-qəsd etmədilər. Onun şeyxi də cavabında deyir, əgər o burnunu torpağa yapışdırmasaydı, yəni özünü zəll etməsəydi, yanağını torpağa qoymasaydı, bu da zəllilik mənasını verir, öldürülərdi. Lakin o özünü unutturub ibadətlə, namazla və Qurana baxmaqla məşğul oldu və s. başqa sözlər deyir orada. Əsas yeri indi budur. فَلَمَّا أَطَاعَ الْقَوْمَ الَّذ۪ينَ وَلَّوُ الْأَمْرِ وَصَارَ أَذَلَّ لَهُمْ مِنَ الْحِذَاءِ تَرَكُوهُ وَسَكَتُوا عَنْهُ. O vaxt ki, rəhbərliyə sahiblənənlərə itaət etdi və onlar üçün ayaqqabıdan da zəlil oldu, onu tərk etdilər və susub ona heç nə etmədilər. Bu iyrənc təhqiri elə bir şəxs haqqında nəql eləyən məclisidir. Biharul Ənvar kitabı 29-cu cild 139-cu səhifə, Abbas Qummi Beytül Əhzən Qəməvi kitabı səhifə 137 və digər başqa böyük şiə alimlər nəql etmişdir. Lakin həmişə çalışıram ki, çox uzun olmasın deyə qısa-qısa nəqilləri və mənbələri gətirim. Baxın, əziz izləyicilər, Əhl-i Beyti sevmək iddiasında olanlar bu cür təhqiri möminlərin əmri igid Əli radiyallahu anh haqqında öz kitablarında sanki doğrudan da elə olmuşdur kimi nəql edirlər. Möminlərin əmri Əli radiyallahu anhu niyə də zəlil idi ki? Onun möminlərin əmri Ömər radiyallahu anhu kimi qudası var idi. Hansı ki, dövrünün ən böyük iki imperatorluğuna öz yerini göstərmişdi və həmin o Ömər radiyallahu anh haqda həyatına baxan insan hər bir kəs də bilir ki, həqiqətən də o insan necə bir adil və ədalətli şəxs olub və bu evliliyi şiənin öz mötəbər hədis kitabları və çox böyük alimləri təsdiqləyir ki, həqiqətən də Əli Fatimə anamızdan olan öz qızını, doğma qızını, Ümmü Gülsümü Ömərə ərə vermişdi. Bu haqda inşallah sübutları, dəlilləri ilə gələcəkdə danışaram. Və yenə də deyim ki, Əli radiyallahu anh niyə zəlil olur ki, Fatimə anamızın vəfatından 9 gün sonra 14-15 yaşlı digər bir xanımla evlilik eləyir. Zəlil olan şəxs məgər belə bir tezliklə heç evlənə bilərdimi? Və bu yaşı da, bu nəqli də, 9 gündən sonra evliliyi də şiə mənbələri özləri nəql edirlər. Hətta tarix kitabları nəql edir ki, möminlərin əmri Ömər radiyallahu anhu Qüdsə gedən zaman öz yerində Mədinəni Əli radiyallahu anhunu xəlifə müvəqqəti başçı təyin etmiş. Bundan da əlavə möminlərin əmri Ömər radiyallahu anhu sui-qəsd edilən zaman namazda can verməyinə baxmayaraq şəhid olmadan öncə 6 nəfəri xəlifəliyə namizəd seçir və deyir ki, həmin bu 6 nəfər o kəslərdir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onların altısından da dünyadan razı halda köçüb getmişdi. Və həmin şəxslərdən də biri
Əli radiyallahu anh idi. Bu nəql etdiyimiz kimi nə ayaqqabı kimi zəlil idi, nə də ki, kənara çəkilib durmuşdu. Əksinə, xəlifələrin ətrafında idi, onlara öz dəstəyini və köməyini də göstərirdi. İstər Allah Rəsulunun xəlifəsi Əbu Bəkir radiyallahu anhu, istər möminlərin əmri Ömər radiyallahu anhu, bunlar haqqında sui zəndə olanlar, pis zəndə olanlar, onları dünya malında, vəzifədə gözləri var idi və s. xilafəti, hakimiyyəti başqasının əlindən aldılar deyənlər yaxşı bilirlər ki, nə Əbu Bəkir radiyallahu anhu öz evladlarını, oğlanlarını və s. xəlifə qoydu, nə də dünyadan mal-dövlət yığıb getdi. Həmçinin möminlərin əmiri Ömər radiyallahu anhu həmin bu 6 nəfəri seçən zaman özünün evladlarından heç birini xəlifəliyə namizəd qoymadı. Həmçinin bu 6 nəfərdən əlavə cənnətlə müjdələnən digər sahabə Səid ibn Zeyd də var idi ki, o da cənnətlə müjdələnmişdi. Həqiqətən də bu cənnətlə müjdələnən hər bir sahabənin həyatına baxan zaman doğrudan da görürük ki, bunlar həqiqətən də cənnəti haqq etmişdilər. Və əlbəttə ki, uca Allah cənnəti haqq edəni yalnız cənnətlə həyatında belə müjdələmiş olur və onları da Peyğəmbərimiz sallallahu aleyhi və səlləm cənnətlə öz həyatlarında belə müjdələmişdi. Lakin möminlərin əmiri Ömər radiyallahu anhu həmin bu səhabə Səid ibn Zeydi namizəd seçmir xəlifəliyə. Halbuki o da həmin o 6 nəfərlə birgə cənnətlə müjdələnmişdi. Niyə? Çünki öz qohumu idi ona görə. Ömər radiyallahu anhu çox yaxşı bilirdi ki, insanların başçısız qalması nə deməkdir və ona görə də can verə-verə deyir ki, əmr eləyir ki, 3 günü keçməmək şərti ilə 4-cü günə mütləq olaraq xəlifə ilə, rəhbər ilə keçməlisiniz. Yəni 3 gün ərzində səs verməni bu 6 nəfərdən birini xəlifəni seçin və 4-cü günə isə qalmasın. Həmçinin o 3 gün ərzində Suheyb Rumiyə əmr eləyir ki, namazları sən qıldır. Çünki o vaxtı namazları xəlifə qıldırırdı. Həmin o 6 nəfərdən birini namaz qıldırmağı əmr eləmir. Niyə? Çünki belə başa düşürlər ki, kimisə 6 nəfərdən birini namaza əgər imam təyin eləsəydi, o zaman həmin bu kəsin xəlifə olmasına üstünlük verərdi. Lakin o 6 nəfərdən kənarda başqa bir gözəl sahabəni namaza imamlıq üçün təyin edir. Həmçinin o, öz oğlu Abdullaha, Miqdad ibn Əsvada və Əbu Talha Əl-Ənsariyə tapşırır ki, sizlər seçkiləri keçirməkdə öndə olun və sizlər seçkiləri keçirin. Baxın, əziz müsəlmanlar, görün Ömər radiyallahu anhu necə də siyasəti bilən, uzaq görən, hikmətli və ədalətli sözlər işlədir burada. Və o ağır yaralı olmasına baxmayaraq, sancılar, zəhərli xəncərin sancılarını hiss etməsinə baxmayaraq, necə də gözəl, ədalətli sözlər deyir. Və baxın ki, müsəlmanlar da onu necə də sevirdi ki, onun əmrlərini, hətta həyatını dəyişəndən sonra belə əmrlərini yerinə yetirirlər və özlərinə onun tapşırığına uyğun olaraq razılıqla, seçkilərlə bir xəlifə seçirlər. Əgər şiə kitablarının göstərərək iftira atdıqları kimi, əgər Ömərin Əli və Miqdad ilə düşmənçili olsaydı, Əlini xəlifəliyə namizəd seçərdimi heç? Və yaxud da Miqdadı seçkilərə rəhbər seçərdimi heç? Bu nəql edilən ayaqqabıdan da zəlil oldu təhqirini qazanan insanı məgər heç xəlifə seçərdilərmi? Əlbəttə ki, əgər şiə kitablarının iftira olaraq vəsf etdiyi kimi möminlərin əmri Ömər radiyallahu anhu, möminlərin əmri Əli radiyallahu anhu ilə aralarında bunların düşmənçiliyi olsaydı, Ömər radiyallahu anhu, Əli radiyallahu anhunu xəlifəliyə namizəd seçməzdi və yaxud da onu öz yerinə Qüdsə gedən zaman Mədinədə başçı rəhbər qoymazdı və yaxud da ki, Əli radiyallahu anhu öz Fatimə anamızdan olan qızını Ömərə ərə verməzdi və digər başqa evliliklər, qohumluqlar da var ki, inşallah ki, onu gələcəkdə nəql edəcəm mənbələri ilə. Və son olaraq deyim ki, o kəslər ki, möminlərin əmri igid Əlini ayaqqabıdan da zəlil oldu deyə öz kitablarını nəql edirlər. Bu haqda yaxşı düşünsünlər və bilsinlər ki, bu Əhl-i Beytə qarşı olan
çox çirkin bir təhqirdir. Quranın haqq olduğu onlara aydın olsun deyə biz öz dəlillərimizi onlara həm üfüqlərdə, həm də onların özlərində göstərəcəyik. Məyər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi? Fusilət surəsi 53-cü ayə. Bütün kainatın yaradıcısı olan uca Allahın varlığının, Məhəmməd Peyğəmbərin, Allahın ona salavat və salamı olsun, haqq Peyğəmbər olduğunun, Quran-ı Kərimin həqiqətən də Allah Taala tərəfindən göndərildiyinin elmi dəlil və kəşflərlə sübutunu Quran möcüzələri.az saytında görə bilərsiniz.